oldu ki onu özüne göre... Ben konu kabul edemedim millet olmalı. Biz millet idik, bizi milletçilikten dağıdıplar. Biz devlet de olmuşuz, millet olmuşuz. Biz o bir söz Nasir bəy, milliyyətçilik təzə bir məsələdir. Milliyyətçilik yoxdur. Çünki o zamanlar bir də məsələn ehtiyacı yoxdur milliyyətçiliyə. Çünki tamam sistem, hökumətlər filan beləmə, o tərəfdə Osmanlı, bu tərəfdə bilməm Qacar Səfəvi, Səlcuq filan beləmə, Qəznəvi, Əfşar, get üstə Əşkaniyana kimi. Bir yol dənə saymaq olmaz buna. Da orada milliyyətçinin sözü yoxdur. Burada türklər də həmişə misafirpərvər, yəni qonaqpərvər varlar. Burada milliyyətçiliyin əsl anlamı yoxdur. Sən bir dənə padişah, milliyyətçi padişahda bir nəfər vardı, o da milliyyətçi padişah deyil. Rəis Cumhurdur, o da... Peki ben icazə versin, mən düşəm, yavaş açdım. Mən də Nasir bəy getməliyəm elə, yaşayasınız. Bu üçün başlamaq sözüm lazım. Sözüm qutarsın gedər. Tamam. Mən fəqət qısaca bunu danışıram. Baxın, bir də məsələn bunu deməliyim. Qardaşım, bəxtdir ki, o zaman ki, bir də məsələn gəlir sənə saldırır və fars ədəbiyyatını sənə təhmil edir və onların, nə bilməm, sənin öz yazarları özünə müsadirə edir və bu şair farsi, filan bilməm, bu bir atlar atıb ortaya. Sən vəzifən düzdür, hə. Öz kültüründən, öz fərhəngindən də danışmalısan. Danışmalısan, deyəsən ki, bunlar deyirlər budur. Bu deyil, ha, millət, budur. Vaqiyyət, əsli məsələ budur. Amma indi ki, o ki, özün çəkib başa, onun nöqtə-zəti ki, həmən millətin beynin yoxublar, həmən, mən bayaq dedim, illət, intizarım vardı, siz asimilasyon deyəsiniz, amma demədiniz. Bu 100 ilin içində nə oldu? Bir də, məsələn, çünki bu millət əslən ehtiyacı yoxudur milliyyətçiliyə. İndi milliyyətçilik təzə bir məqulədir, təzə bir şeydir yaranıbdır. Bəxtçi bir də türklər baxdılar, görürlər ki, ulan bizi hər tərəfdən vururlar, hər tərəfdən saldırı var. Bizdə türkü var, türkümüzü nişan verər. Bizdə deyək ki, qardaşım, mənim dilimi vurursan, türkümü, ədəbiyyatımı, mənim ağzımdakı nəfəsim ki, qərardır oksijen, gedə mənim riyələrimə, onu məndən alırsan Ümumi Gölün qurutmağına. İndi bu dəqiqə sənin intizarın var ki, bir də məsələn, nəci replik nişan verir bu millət. Gərək bu millətə otursan danışsa, öz dilinin məzayasından, öz dilinin güclülüyündən ki, danışırsan. Amma o dili ki, bir tərəfdən səni vurur, o dilin zəhəflərini də insanlarda gərək görsədəsən. Deyəsən ki, bu əsli qəziyə bu deyil, millət. Fars daşın özvə kilas bilmə, qoduq, uşaq. Xiyabanda dolansana, farsı danışsın, bir-birindən ki, hamı deyə bu farsdır. Farsını elə danışım, heç kəs bilməsin mən türkəm. Amma bilkələ mən türkəm, ağırım gedər, ha. Sənin vəzifəndir ki, öz dilinin güclülüyün nişan verəsən və o dilin ki, sənin zərbdən nişan verəsən cəmaatına. Bu məsələ, burada nicatpərəstlik yoxdur, nicatpərəst odur. Sən refleksdəsən, yəni refleksdəsən, sən yəni bir halətdəsən ki, kötəyi yiyibsən və o kötəyin qabağında gərək özündən difa eləyəsən, qardaşım. Sözüm bundan yedir. İndi bu dəqiqə bizim uşaqlarımız o qədər ədəbli və nəcib insanlardılar ki, həmişə bu cür danışırlar. İlkin vəkilində danışırlar. O nicab çox gözəldir, çox gözəldir. Mən də bir zaman sənin fikrindeydim. Amma İlkin bəy, qardaşım, dediyimiz kimi, o yerdə ki, sənin hər zadı səndən vururlar, çalırlar, farsıb sənin başının üstünə hakim edirlər, sən öz dilində danışmağa belə, hətta idarə Təbrizdə bir dənə fars yoxdur. Sən Təbrizdə gərək farsı danışasan, bir dənə idarədə, mədrəsədə və işlərin getdikcə böyüdürlər, aparlar, qoduğu. Şahzadə Pəhləvi gəlib bu da Amerika. Mən maniyə təhsil bir zabanı madəri İran nemifəhməm. Tərəf Amerika kimin yerdə zindəqanlıq eləyir ki, mən uşaqdım gəlib Amerikaya. İndi mən özüm Amerikaya 12 ildir gəlmişəm Amerikaya. Bu cür şeylə anlıram. Əlbəttə bundan qabaq da anlıydım. Amma burada demokrasiyonu görən yerdə bir də mən təhqiqat, təhsil aparandan sonra baxsan görürsən ki, dünyada bu əslən ayrı bir hərəkət.
şirketler girdik ama Suiz kimin 9 milyon cemiyeti vardı orada. 4-5 tane dil hakimdi orada. 4-5 tane dil vardı. Necə yəni mən 2 tane mühendisliklə bir tane səhv düzəldələ belə hansı dildə bir-birini danışsınlar. Və yaxşı olsun. Hə, düz deyirsən. Eğer sen buna etiqadın var, benim dilim ki bir tane dildir. Ama senin dilin bir tane ləhcədir. Yaxşı, bəs benim dilim də gedək qabağa da. Hamımız biri qardaşıq, bərabəriyim, o həm bərabəriyim. Ama gəlin hamımız Türkçe. Ben onlara da hak veririm. Ama bilsen ya. O deyince ben o... Bir gedə bilərlər, bir kələmə sənin bu sözü qəbul elərlər. Səni Ama ben onlara küfrə hak edirlər. veririm. Bəs indi sənin həqqindir ki, həm dilin, gücün millətvə nişan verəsən, tarixi və ədəbiyyatı millətvə nişan verəsən və həm də olan zəiflərin millətvə nişan verəsən ki, bu uşaqlar ki vardılar, bir də məsələn bu tezlikdə alınmasın. Ben bunlara işem böyle sağ olasın bu sözden de. Ben onlara da hak veririm. Çünkü yani Beyliklerin şans ellerine geçipti. Gerek de udre edirlər. Gerek de deyirlər ki, mən anlamıram. Kaşa yandır. Elə ozu desə, tüm bu qudrəti əldən versələr bilirlər. Fəna olacaqlar. Onlar beynindən gedəcəklər. Yani heç yerdə bunlara gücü olmayacaq. Ona göre o baxımdan, o taraftan baxanda onlar haqlıdırlar. Biz gərək özümüzə ayındıraq ki, mən də gərək onun qabağında ayna kimi. O mənə nəminə göstərir, mən də ona refleks vuracağım kəlləsində. İlla fəqət hər millətlə yox. İranın farsları ilə. Çünki onlar bizi təhqir ediblər ömür boyu. Ben, buyur. Mənlərin özləri bağlı. Bunu bilərək edəcək. Biz bunu bilərək təhqir edəcək. Mən bundan razıyım. Ben. Hər dili. Özləri buna səbəb var. Yəni buna özləri bağış oldular ki, İranda bu cür bir halət çıxab. Mən Kürdəm, mən Türkəm, mən Ərəbəm, mən Bəluçam, mən bilməm Türkəm, mən Farsam. Bunlar özləri bağış oldular. Nicat pərəstlər vurdular. İndi sabahdan bir hərəkət olsa, Türklər olan canlarına səbəbi əsli özləridirlər. O zaman bunlar... Başlayalım, mən... İstəsən də bir tov saxlayalar, elə ağılları olsaydı, özləri bağış olmasaydı, bunlar elə sadə bir şeydir. Heç sətlərdən verməzdi, hakimiyyətdə saxlaya bilərdilər. Elə mənim də dilimi, Kürdün də, Ərəbin də, bizim də dilimi, tüm nümunələr dünyada var. Verərdi, mən görsəydim, Fars da məndən bərabərdir, Kürt də məndən bərabərdir. Kürt xali, mən ondan biləm. Hamımız bir olsaydıq, vicdanen hər haqqımız yerində otursaydı, dəri deyiləm ki ayrılan. Vətən tutardıq, deyədik, böyüdük da. Bəs bunlar hər şeydə özləri bahis olublar. Həm təhqir elədilər, həm mülküdə elə hamısı bizimdir. Fars, Xəlici Fars, Xodro Fars, nə bilim, nə Fars, hər şey Fars, Kuruş. Amma sən dur gəlsən, buna da denəm, bu üzüsə bahis elədiyim, mən sənə sillə vurduqca sən də dur mənə itaat elə. Və mən o qədər itaat edirəm ki, o diye de silahın adısı olmuyor. Adısı çıkanırsa duran yumrukla vuruyor boğumun üstüne. Şimdi o yerde biz. Neyse. Ben bu kadar. O tür benim güzel dostum İlkin ben çok temiz bir insandı. Çok da ruhu bir insandı. Ben bu İlkin ben çok severim ürəkdən. Ama İlkin ben sözü elə bir halata geldi ki bazı meseleler yani indiyə kimi ehtimalən bu modda fikirləşməyibdir. Yoxsa mən İlkin bəyə qardaşım kimi sevərəm, o qədər də sevərəm. Hər zaman da onun savadı məndən kat-kat çox yuxarıdır. Hər zaman gələndə də live'ımıza görəndə İlkin bəy aşağıda tənə aparıram İlkin bəy. Deyəm İlkin bəy, gəl üstə bir dənə açıqlama. Gələndə də gözəl açıqlamalar verər. Yəni İlkin bəy çox dəyərli savadlı təhqiqatla işi, bu adam mühəqqqiqdir, işi təhqiqat. Ama dediğimiz kimi bazı tutacaksın. Herkes de özüne göre bir fikir sahibidir. Karar değil ki indi bu dəqiqə mesela filan kəs bu söz dedi. Amma bu deyir hə bəs. Yox, insanların beyinləri fərqlidir. Onlar da özlərinə görə bir fikir sahibidirlər. Onlar da özlərinə görə, məlumatlarına görə, o cəhanbini dünyaya baxışlarına görə bir dənə söz aparlar ortaya. Və bu mənim baxışım idi. Ehtimalən səhv edirəm.
etməni Ben iştibat azizler mənə bax. insanı iştibat İştibat görürüm. adam- Ama onların qabağında gerek bu tutulasan. Onlar ayrı dillenmemliler. Ben özüm şahsen bunu bilirim. Düz bir şey değil. Azam elçinin sözü düzgündür. Ama kime? Qanmaza yoktur. Bunlar qanmazlar. Özler əlamin götdülər, deyirlər biz qanmırıq. Siz bizdən zorla şeylər. Heç təhqir elədik bu. Sən tuta bilərsən. Təhqir. Bir adam ki and içib səni xımından bura, sən onun dilinə, ədəbiyyatına ehtiram qoya bilərsən. Özü də sənin ədəbiyyatına saldırıbdır. Sənin dili və kültürü və dediyim kimi bayaq dedim, bir dənə nəfəs mənim Azərbaycanda bir dənə nəfəsi qəşəngdə çəbilidir. Qarnımız həmişə acdır. Doğru dürüst pullu adamlar vardılar ki bu söz deyəndə qulaqları tapdı da nə deyirsən sən. Mən qəşəngimdə evimdə kilo çabab. Amma sən evində 1000 dənə çabab tərsən filan deyirəm. Sən baxçının qonşun da o cürdür. Ola bilər Urmiyədə danışada Xeyvanda zindəqanı qırasın qonşuların da o cürdür. Amma geçinə Urmiyənin İslamabadına, Hüseynabadına, Əliyabadına, nədir, Kazımabadına, geçinə Kuşlarqaha, geçinə Vəliyəsrə, geçinə Urmiyənin bütün yəni geçinə ki onlar da sənin kimindilər? Əfəndləri Yaxşı, icazə versəz yökünləşdirmək məncə Hekim bəy sözün. Yaşa. Məhyara da yol zaman Qurbanam, yox, istifadə edirik vaxtən. Vaxtən istifadə edirik. yaşa. Qurbanam, axşam. Oradan Necə bağlıysan? Yaşa nazlı bəy. danışdıq beyni. Sağ ol. Mən də yavaş-yavaş Gecən xeyrə qalsın. Saat 3'te. Dostlar şad Gecə xeyrə qalsın. Canım sağ ol.